Salam dəyərli izləyicilər, elektrik tutumu ilə bağlı belə bir suala baxaq. C1 kondensatorunun köynəkləri arasındakı gərginlik 20 volt olarsa, 3-cü kondensatorun köynəkləri arasındakı gərginlik neçə volt olar? Şəklə diqqətlə baxsaq, C1 kondensatoru 2-ci, 3-cü kondensatora arıza qoşulduğunu görürük. Arıza birləşmədə yükün miqdarı sabit qalır. Q bərabərdir konstant. Sum südusur yazsaq, C bərabərdir Q bölünsün U. Burada yük dəyişmədiyinə görə tutumla gərginlik qalacaq tərs aslı. Onda yaza bilərik. C1 bölünsün. Artıq C2 yox, 2 və 3 bir yerdə nəzərdə tutarıq. C, 2-ci və 3-cü kondensator bir yerdə. Bərabərdir. Gərginlikdən də tərs aslı olduğu üçün U 2 və 3 bir yerdə yuxarıda yazarıq. Bölünsün U1. C1 kondensator tutumu şəkildə C qədər göstərilib. 2 və 3 bir yerdə kondensator tutumunu tapıb yazmalıyıq. Bu ikinci kondensator 3-cüyə paralel qoşulduğuna görə bunlar bir də toplanır. 2C üstəsin 3C olacaq 5C qədər. Bu da bərabərdir. 2 və 3-cü gərginlik bölünsün. Birinci demək gərginlik isə 20 volt məsələn şəklində bizə verilib. Burada C-lər ixtisar gedir. 5 ilə də 20 ixtisar getsə qalacaq 4. Demək ki, U2 və 3 bərabərdir 4 volta. Bu demək ki, ikinci gərginlik 3-cü gərginliyə bərabərdir. Çünki onlar paralel birləşmişdir. Bu da olacaq 4 volt. Demək, 3-cü kondensatorun köynəkləri arasındakı gərginlik 4 volta bərabərdir. Sağ olun, növbəti videolarda görüşənədək.